Tam değerli yoldaşlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün sizlərlə bərabər olaraq yeni sistem üzərindən muzlu işlə əlaqədar ödəmə mənbə ilə tutulan vasit hesabatının hazırlanmasını görəcəyik. Qısa olaraq özümü tanıdacaq oluramsa, mən Əbzədə Salman, özüm İqtisad Universitetində təhsil almışam. Eyni zamanda magistratura və doktorat təhsili Türkiyədə olubdur. Özüm 2019-cu ildən İqtisad Universitetində fəaliyyət göstərmişəm. 22-ci ilə qədər və 2020-ci ildən Accounting AZ şirkətində aparıcı mühasib vəzifəsində fəaliyyət göstərirəm. Mövzumuz izahlı olaraq ilk başda fərdi sahibkarlar üzərindən başlayacaqdır. Yəni fərdi sahibkar tərəfindən hesabatın təqdim edilməsi, yəni sadədən mürəkkəbə doğru gedəcəyik. Daha sonra biz fərdi sahibkar və onun bilgisinə baxacağıq. Ən sonunda da biz baxacağıq MMC və burada müvafiq azad olmalarla bağlı olaraq məlumatların sistemə əlavə edilməsinə. İlk olaraq hesabatın təqdim edilməsi üçün bildiyimiz kimi newtex.gov saytında şəxsi kabinetə daxil oluruq. Şəxsi kabinetə daxil olduqdan sonra, dəyərli yoldaşlar, sol tərəfdə yerləşən menyuda bəyannamələr bölməsi var. Həmin bəyannamələr bölməsinə keçid edirik. Bu bölməyə keçid etdikdən sonra sağ yuxarı tərəfdə yeni bəyannamə hissəsini görürük. Həmin yeni bəyannamə hissəsinə kliklədikdən sonra asılan siyahıdan, yəni vergi adı olan hissəsindən vahid bəyannaməni burada siyahı içərisindən seçə də bilərsiniz və ya vahid sözü qeyd etdiyiniz zaman da muzlu işlə əlaqədar ödəmə mənbə ilə tutulmalar üzrə vahid bəyannamənin seçimini həyata keçirə bilərsiniz. Muzlu işlə əlaqədar vahid bəyannaməmiz, dəyərli yoldaşlar, rüblü təqdim olunur bu hesabatımız. Rüb bitdikdən sonra onu təqib edən ayın 20-sinə qədər bizim zamanımız vardır. Əgər 20-si qeyri-iş gününə təsadüf edərsə, ilk iş gününə qədər müddət uzadılmaqdadır. Yəni, misal üçün 20-si təsadüf elədi 6-cı günə, ilk iş günü təsadüf elədi ayın 22-sinə qədərsə, ayın 20-sinə qədər müddət uzanması bizə verilməkdədir. Zamanda təqdim edilməyən bəyannaməyə görə isə sizi 40 manat cərimə gözləyə bilir. Dövr hissəsində rüblü olduğuna görə hansı rüblə bağlı hesabatı təqdim edirsinizsə, həmin rübü seçirsiniz. Misal üçün biz burada seçirik 3-cü rübü. 3-cü rüb 2025-ci ildə təqdim edəcəyim. Bəyannamənin növü hissəsinə gəldiyimiz zaman isə dəyərli yoldaşlar, burada cari, dəqiqləşdirilmiş, ləğv olma, dəqiqləşmiş ləğv olma vardır. Bir də könüllü açıqlama vardır. Cari bəyannamə dediyimiz zaman, əgər hesabatı birinci dəfə təqdim ediriksə, dəyərli yoldaşlar, bu adlanır bizdə cari bəyannamə. Yəni, ilk verdiyimiz bəyannamə cari bəyannamədir və hər bir vergi ödəyicisinin müvafiq rüb üzrə, yəni müvafiq dövr üzrə sadəcə bir dəfə cari bəyannamə təqdim eləmə haqqı vardır. Təqdim edildiyimiz cari bəyannamədə əgər ki, hər hansı bir uyğunsuzluq aşkarlanarsa və ya vergi orqanı tərəfindən deyil də özümüz tərəfindən uyğunsuzluq aşkarlanarsa, yəni hər hansı bir məlumatı səhv qeyd eləmisiniz və ya əksik yazmısınız, bu halda isə bizim ikinci dəfə bəyannamə doldurduğumuz zaman seçəcəyimiz növ olacaqdır dəqiqləşdirilmiş bəyannamə. Dəqiqləşdirilmiş bəyannamədə isə dəyərli yoldaşlar məhdudiyyət yoxdur. Yəni biz istədiyimiz qədər dəqiqləşmiş bəyannamə verə bilərik cari bəyannamədən fərqli olaraq. Bundan sonra gəlir bizdə ləğv olma. Ləğv olmanı seçdiyimiz zaman diqqət etsək burada ləğv tarixi çıxmalıdır yoldaşlar. Yəni ləğv olma ilə bağlı. Bu nədir yoldaşlar? Biz əgər ki vergi ödəyicisi olaraq fəaliyyətimizi tamamilə ləğv ediriksə, yəni VÖ-nü tamamilə bağlayırıq. Dondurmaq deyil, tamamilə bağlanmasıdır ki, bundan sonra biz bunu istifadə etməyəcəyik. Bu halda bizim sonuncu təqdim edəcəyimiz bəyannamə artıq növ olaraq cari deyil, olacaq ləğv olma. Və bir dəfə ləğv olma təqdim edə bilirik. Ondan sonra isə ləğv olma ilə bağlı hər hansı bir düzəlişə ehtiyac varsa, biz bu halda seçəcəyimiz olacaqdır dəqiqləşmiş ləğv olma. Yəni ləğv olma ilə bağlı dəqiqləşmə. Burada hər hansı bir uyğunsuzluq olarsa, vergi orqanı tərəfindən aşkarlanan və ya bizim tərəfimizdən aşkarlanmış olan, o halda biz dəqiqləşmiş ləğv olma, yəni ləğvin dəqiqləşməsini seçmiş oluruq. Könüllü açıqlama isə dəyərli yoldaşlar, siz səyyar vergi yoxlaması aparılan dövrlə bağlı hər hansı bir məlumatlarla yenidən bəyan etmək istəyiriksə, o halda biz könüllü açıqlamanı seçərək vergi orqanına məlumatı təqdim edirik dəyərli yoldaşlar. İndi biz bu günləri cari bəyannamə ilə davam edirik. Cari bəyannamə dedikdən sonra davam etdirik. Davam etdikdən sonra qarşımıza görmüş olduğumuz səhifəyə gəlir. Bu səhifədə birbaşa olaraq tabi olduğumuz vergi orqanının məlumatları, bizim VÖ-nimiz, məlumatlarımız öz əksini tapır. Yuxarı sol tərəfdə gördüyümüz isə bəyan ediləcək məlumatım yoxdur hissəsidir. Əgər ki, bəyannamə boş veriləcəksə, burada bəyan ediləcək məlumatım yoxdur hissəsini seçirik və MDSS üzrə məlumatları seçdikdən sonra təsdiq et düyməsinə sıxmaq, klikləməklə bəyannaməni vergi orqanına boş təqdim edə bilərik.
İndi biz hesab eləyirik ki, biz bəyannaməni boş deyil, məlumatlar olaraq təqdim edəcəyik və biz sadəcə fərdi sahibkarlıq sahəsində fəaliyyət göstəririk. Bu halda gəlirik, MDSS üzrə olan hissəsinin üzərində klikləyirik. Buranı kliklədikdən sonra açılan siyahıdan fərdi sahibkarlıq hansı sahə üzrə fəaliyyət göstərirsə, yəni burada bölgü var da bilirsiniz, ticarət, tikinti və digər sahələr üzrə. Bunların özləri də Bakı şəhəri, Sumqayıt, Gəncə, Respublika tabiri digər şəhərlər, rayon tabiri digər şəhərlərdə və kənd yerlərinə görə bölgüsü aparır ki, təbii ki, bunların DSNF hesablanması da fərqlilik təşkil etməkdədir. Misal üçün, biz hesab edək, bizim fərdi sahibkar Bakı şəhəri üzrə fəaliyyət göstərirsə, biz burada seçirik ticarət sahəsi üzrə Bakı şəhərində 0700 kodunu. Bu kodu seçdikdən sonra, dəyərli yoldaşlar, biz sol tərəfə klikləməklə bunu seçim həyata keçirmiş oluruq. Digər icbari tibbi sığortası isə avtomatik olaraq özü sizə vermiş olur. Əvvəlki köhnə hesabatdan fərqli olaraq artıq icbari tibbi sığortanı seçməyinizə ehtiyac qalmır. Çünki seçdiyiniz məlumat əsasında sistem özü bunu avtomatik olaraq sizə təqdim edir. Vergi ödəyicinin qrup hissəsinə gəldiyimiz zaman isə burada vergi məcəllə çərçivəsində olduğu, yoxsa hasılatın pay bölü sahişinə uyğun olaraq hansı kateqoriyaya uyğunsa onu seçirik. Misal üçün, biz vergi məcəlləsinin çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi isə biz bunu seçimini həyata keçirdirik. Bu seçimləri etdikdən sonra, dəyərli yoldaşlar, irəli düyməsindən klikləyərək növbəti səhifəyə keçirə bilərsiniz və ya sol tərəfdən səhifənin üzərində klik eləməklə, yəni əlavə bir üzərində klikləməklə səhifənin dəyişimini həyata keçirdə bilərsiniz. Mən irəli deyirəm. İrəli dedikdən sonra işçilər üzrə məlumat deyilən bölmədə, yəni burada sahibkarın özü ilə bağlı olaraq DSNF məlumatın əlavə edilməsi hissəsinə gəlirik. Buradan da əlavə et düyməsinin köməkliyi ilə klikləməklə məlumatları bura əlavə edirik. Misal üçün, biz burada seçdik Bakı şəhəri, ticarət sahəsində fəaliyyət göstərən. Bu aşağı-yuxarı vizual görünüşü fərqli olaraq, yəni bir balaca vizual görüntü dəyişib, əslində qalsa köhnə sistemdən biraz bənzərliyi vardır. Bunu seçdikdən sonra avtomatik olaraq aşağı hissələrdə, dəyərli yoldaşlar, bizim hesablamalar öz əksini tapmaqdadır. Bildiyimiz kimi, fərdi sahibkarlıq fəaliyyətlə məşğul olan şəxslər minimum əmək haqqının 25% miqdarında ticarət sektoru üzrə DSNF ödəyir aylıq olaraq. Eyni zamanda 4% miqdarında da icbari tibbi sığorta ödənişi həyata keçirir. Bu məlumatlar əsasında sistem bunları sizə avtomatik olaraq təqdim edir. Eyni zamanda yuxarıda görmüş olduğumuz xanalar vardır ki, bunlar da bu mənaya gəlir ki, ola bilər ki, bizim fərdi sahibkarımız rübün birinci ayında fəaliyyət olmayıbdır. O halda bunu klikləməklə aşağıdakı datanın sıfırlanmasını həyata keçirmiş ola bilir. Və ya ikinci ayında da fəaliyyət yoxdursa, bu şəkildə də klikləməklə sadəcə üçüncü ayda göstərə bilər. Və ya ancaq birinci ayı və ya sonuncu ayda fəaliyyət olmamış ola bilər. Misal üçün, fəaliyyətini dayandırılmışdır. O halda bunun seçimini həyata keçirməklə həmin ayda olan hesabatının boş olaraq nəzərə alınmasını təmin edə bilir. Bu məlumatları tam doldurduqdan sonra biz yadda saxla deyirik. Yadda saxlanı kliklədikdən sonra fərdi sahibkarımızın bütün məlumatları burada əlavə edilmiş olur. İrəli dediyimiz zaman gəlirik əsas hissəyə. Əsas hissədə artıq bizim fərdi sahibkarımıza görə hesablanmış məbləğləri burada öz əksini tapır. Bu məlumatları yoxlayırıq. Əgər hər şey qaydasındadırsa, biz təsdiq et düyməsinin köməkliyi ilə bəyannaməmizi vergi orqanına təqdim edirik. Əvvəlki hesabatdan fərqli olaraq artıq burada hər hansı bir yoxlama və ya PIN için imzalanmasına ehtiyac qalmadan birbaşa təsdiq et düyməsinin köməklə hesabat vergi orqanına təqdim edilir. Bu, dəyərli yoldaşlar, bizim fərdi sahibkarımızla bağlı olan məlumat. Yəni, fərdi sahibkarın özü olursa, sadəcə bu şəkildə məlumatları daxil eləməklə hesabatı vergi orqanına təqdim edə bilər. İndi hesab eləyək, bir fərdi sahibkar vardır və onun da bir əməkdaşı mövcuddur. Bu halda hesabat necə təqdim olunacaqdır? Bu halda yenə gəlirik ilk səhifəyə. İlk səhifəyə gəldiyimiz zaman MDSS hissəsində ticarətlə bərabər muzlu işləyənlər işə götürən sığorta edənlər hissəsini, yəni 0112 kodunda seçimini həyata keçiririk. Bu kodu seçdikdən sonra əvvəlkindən fərqli olaraq icbari tibbi sığortalarda burada əlavə kodu yenə sistem bizə özü avtomatik verir və işsizlik sığortasının kodunda avtomatik olaraq özü seçim həyata keçirilir. Yəni bizdən əlavə seçim etməyimizə ehtiyac qalmır. Biz sadəcə MDSS üzrə olan əməliyyatların seçimini həyata keçiririk. Daha sonra ümumi iş günlərinin sayını bura daxil edirik. Bu hissədə bildiyimiz kimi istehsalat təqvimində göstərilən istehsalat təqvimindəki iş günlərinin sayıdır. Yəni burada 5 günlük və 6 günlük iş rejiminə uyğun olaraq
biz günləri daxil edirik. Misal üçün bizdə burada rüblərdə olmuşdur. Birinci ayında rübün 20 gün, ikinci ayında olub 21 gün, sonuncu üçüncü ayında da olmuşdur. Misal üçün 22 gün. Və biz bu şəkildə qeyd eləməklə məlumat veririk ki, bizdəki iş günlərinin sayı bu şəkildə 20, 21 və 22 şəklində olmuşdur. Daha sonra vergi ödəyicinin fəaliyyət sahəsinə görə qrupunu seçirik. Bunu da seçmə səbəbi DSNF hesablanmasındakı olan fərqliliklərdən dolayıdır. Yəni, neft qaz sahəsində fəaliyyət göstərir, yoxsa neft qaz sahəsində fəaliyyəti olmayandır. Misal üçün, bizdə özəl sektorda neft qaz sahəsində fəaliyyət deyil. O halda biz neft qaz sahəsində fəaliyyət olmayan 101. Vergi məcəlləsinin 101.1 defis birinci maddəsinin seçimini həyata keçirdirik hər üçündə. Bu da yenə də bənzərlik həyata keçirir köhnə sistemlə, bənzərlik təşkil etməkdədir. Sadəcə vizual olaraq biraz dəyişikliyi göstərməkdədir. Digər hissədə vergi məcəlləsini seçmişdik və texnoloji parkında xeyir olaraq qalır. Və bu seçimləri elədikdən sonra gəlirik irəli düyməsini klikləyirik. İrəli düyməsini kliklədikdən sonra aşağıda burada fərdi sahibkarın özü qaldığına görə, yəni bayaqki məlumatlar olduğu şəkildə burada qalıbdır. Bu da üstünlüyü nəyə verir, dəyərli yoldaşlar? Əvvəl vaxt bəyannamə sistemində xatırlayırdınızsa, hər hansı bir məlumatın qeyd edilməsi yadınızdan çıxırdısa, geri qayıdıb ümumi məlumat hissəsində bir məlumatı dəyişəndən sonra onun arxasında yığılan bütün məlumatlar avtomatik silinmiş olurdu. Amma yeni sistemdə bu artıq aradan qaldırılıbdır. Yəni siz burada hər hansı bir məlumat daxil etmiş olursa, misal üçün az əvvəl gördüyümüz kimi biz fərdi sahibkarla bağlı məlumatı burada daxil eləmişdik. Ümumi məlumat hissəsinə gəlmiş olsaq da, burada müəyyən dəyişikliyi də icra eləmiş olsaq da, burada fərdi sahibkarla olan bağlı məlumat hələ də silinməyib, olduğu şəkildə burada durur. İndi biz burada əməkdaşımızı əlavə etdiyimizə görə, burada yuxarı hissədə bizim üçün artıq işlənən olan məlumat hissəsi aktiv hala gəldi. Biz nə edirik? Həmin hissədə məlumatları əlavə etməyə çalışırıq. Bunun əlavə edilməsinin əvvəlki qaydada olduğu kimi tək-tək əlavə et düyməsinin köməyi ilə icra edə bilərik və ya sağ yuxarı tərəfdə görünən Excel nümunəsinin vasitəsilə də biz burada Excel-i yükləyib, təbii ki, əməkdaş sayımız çox olarsa, oradan da məlumatları daxil edə bilərik. Və ya müqavilələri gətir sistemindən əma sistemində olan məlumatlar, oradakı məlumatlara əsasən avtomatik olaraq özü burada öz əksini tapır. Yəni məlumatlar avtomatik isə gəlmiş ola bilər. Təbii ki, müqavilələri gətir, o halda tövsiyə olunur ki, sizdə əməkdaşların sayı 3-4 nəfərdirsə, bunlarda müəyyən dəyişikliklər düzəltmək daha rahat olur. Amma əməkdaşların sayı 20, 50 və ya daha çoxdursa, müqavilələri gətir sizin üçün daha çox vaxt ikisinə səbəb olmuş ola bilər. İndi biz əməkdaşımızı əlavə edək. Tək-tək burada əlavə et düyməsi var. Mən burada əlavə et düyməsini klikləyirəm və buradan məndən tələb eləyir yoldaşın, yəni həmin əməkdaşımın film məlumatını. Həmin əməkdaşın mən film məlumatını daxil edirəm. Məlumatın daxil etdikdən sonra həmin əməkdaşın adı burada görünür. Daha sonra biz gəlirik aşağı hissədə hansı işlərin məlumatları olan işlədiyi gün sayısı və əmək haqqı məlumatları hissəsində. Əsas iş yeri barəsində, əgər ki, həmin əməkdaş burada əsas iş yerində çalışırsa, burada 2.1 sətrində olan xanaların seçimini təsdiqləyirik və faktiki işləmiş günlərinin sayını burada daxil edirik. Əgər əməkdaşımız tam işləyibsə, biz qeyd etdiyimiz günləri tam olaraq burada əlavə edirik. Yəni, birinci ay 20 gün idi, ikinci ay 21 gün idi və sürgün 3-cü ayında da 22 gün qeyd olunmaqdadır. 2.3-cü sətirdə isə təyin olunan əmək haqqı məbləğini bura yazırıq. Misal üçün, əməkdaşımızın qros məbləği burada 700 manat olmuşdursa və tam məbləğ alıbsa, biz burada 700 manat məbləği qeyd eləmək şərti ilə məlumatları daxil edirik. Və bu məlumatları daxil etdikdən sonra yadda saxla düyməsi var. Yadda saxla düyməsinin üzərinə klikləməklə əməkdaşımızı sistemə əlavə etmiş oluruq. Yadda saxla deyirik və hal-hazırda sistem məlumatları emal edir və emal etdikdən sonra artıq burada sistemə əlavə edir. Və bu minvallar biz əməkdaşların hamısını tək-tək bu sistemə əlavə edirik və avtomatik olaraq buradakı məbləğ hesablamalarını da görə bilirik. Hər hansı bir xətamız olursa, əvvəlki qaydada da burada redakt et düyməsi var. Buradan redakt edin köməkliyi ilə məlumatları düzəldə bilirik. Eyni zamanda bu fərdi sahibkar üçün də keçərlidir. Misal üçün, bizim fərdi sahibkarlarda burada tam olaraq işləmək göstərmişdiksə, hesab edirik ki, yoldaş birinci ay olmayıbdır və burada gəlir birinci ayı boş olaraq qeyd edib yadda saxla deyə bilirik və avtomatik olaraq onun həmin ay üzrə hesablanan DSNF və icbari tibbi sığorta məbləği azaldılmış olur. Bundan sonra bizim işimiz tam işlədiyinə görə işləməyən günlərlə bağlı olan digər məlumatlar hissə 2, hissə 3 və hissə 4 ilə bağlı biz də artıq hər hansı bir məlumat bu bölümdə əlavə etməyəcəyik. Biz hesab edirik ki, işimiz tam işləyibdir və bu məlumatların doldurulmasına ehtiyac yoxdur. Yəni, bir fərdi sahibkar
Bir işçi tam fəaliyyət göstəribdir. Və o halda biz məlumatları bu şəkildə dolduracağıq. Doldurduqdan sonra yenə ən sonda əsas hissəyə gəlib oradakı məlumatları yoxlayacaqsınız ki, əgər hər şey qaydasındadır, hesablama məbləği sizin əmək haqqı cədvəli ilə üst-üstə düşürsə, o halda təsdiq et düyməsinə vurmaqla biz nə edirik? Məlumatları vergi orqanına təqdim edirik. Yox, əgər misal üçün əməkdaşımızın işlədiyi gün sayısında fərqlilik varsa, burada sistemdə biraz işlənməsində çətinlik var. Yəni, əməkdaşımız tam işləməyibdir. Tam işləməli dediyim, misal üçün, ilk ayda fərqlilik göstəribdir. Gəlirəm burada əməkdaşın gün sayını azaldıram. Misal üçün, yoldaş rübün birinci ayında 10 gün fəaliyyət göstəribdir. Həmin onu mən burada qeyd edirəm. Daha sonra hesablanmış əmək haqqı da təbii ki, bu işlədiyi gün sayına uyğun olaraq hesablanmaqdadır. Misal üçün, tam olaraq yarı şəklində 350 manat olaraq göstərirəm. 3 məlumat qeyd elədim, yadda saxla dedim. Bildiyimiz kimi, işçinin işlədiyi günlərlə işləmədiyi günlərin cəmi bizdəki ilk səhifədə verdiyimiz faktiki günlərin sayına bərabər olmalıdır. Həmin bu yoldaşın işləmədiyi gündə biz həmin bu hissədən, hansı ki, əlavə 1 hissəsindən yuxarıda əlavə 1-in altında olan hissə 1-in həmən yanında yerləşən hissə 2 hissəsində daxil edirik biz burada datanı. Burada eyni qaydada tək-tək əlavə düyməsinin köməkliyi ilə əlavə edə bilərsiniz və ya Excel nümunəvi forması vardır. Bu Excel nümunəsinin formasından da istifadə eləməklə əlavə edə bilərsiniz. Hissə 2-də burada istifadə edilmədiyi məzuniyyət günləridir. Hissə 3 işin işləmədiyi iş günləridir. Hissə 4-də əgər ki, bizim film mövzuda olmayan xarici əməkdaşımız varsa, o ilə bağlı olan məlumatı əlavə edirik. İndi biz burada hissə 3-ə keçid elədik, çünki işləmədiyi günümüz var. Əlavə etdirik. Əlavə etdikdən sonra əməkdaşımızın fin kodunu bura daxil edirik. Axtar deyirik və yoldaşı məlumatları burada əks olunduqdan sonra köhnə sistemdə olduğu kimi işçinin işləmədiyi günlərin səbəbini buradan mütləq qaydada seçməliyik. İşləmədiyi günlər, misal üçün, yoldaş ola bilər ki, əmək müqaviləsini ayın ortasında işə qəbul olmayla həyata keçirilibdir. O halda mən nə edirəm? Ayın ortasında işə qəbul olma səbəbini seçirəm. 10 gün işləmişdim. Bizim istehsal tərqimizdəki ümumi iş günlərinin sayı da 10 idi. Bu halda, daha doğrusu 20 idi. 20-dən 10 çıxanda da geriyə 10 qalır. Yəni, işlədiyi, işləmədiyi günlərin sayı cəmi bir-birinə bərabər olmuş olur. Faktiki günlərin sayına uyğun olaraq. Yadda saxla deyirəm. Yadda saxla dedikdən sonra da artıq bu məlumatı bura əlavə etmiş oluram. Və ya əgər ki, fərqlidirsə, əsas verici səbəb yoldaş ola bilər, sosial məzuniyyət, ödənişsiz məzuniyyətdə və ya ödənişli məzuniyyətdə, təhsil məzuniyyətdə ola bilər, işi xəstələnmiş ola bilər və buna uyğun olaraq da səbəbi seçirəm. Hətta yoldaş bir neçə səbəb üzrə işə gəlməyibsə, yəni işsiz günü mövcuddursa, ona uyğun olaraq biz səbəbləri 2 dəfə daxil eləyə bilərik. Yəni, misal üçün, işçi xəstələnibdir 5 günü, mən 5 günü işçi xəstələnmiş olaraq qeydə alıram. Daha sonra yenidən əlavə etdirəm. Həmin yoldaşın məlumatını daxil edirəm. Bu səfər isə işçinin xəstələnməsi deyil, qeyd edirəm, ödənişsiz məzuniyyətdə olubdur. Həmin işçi də 2 dəfə mən neynədim? Məlumatlar daha dəqiq olsun deyə göstərdim. Bəzən olur ki, burada mühasiblər neynir? Bu əməliyyatı 2 dəfə təkrarlamamaq üçün 10 günü bir başlıq altında, ya ödənişsiz məzuniyyət altında və ya xəstələnmə. Amma təbii ki, informasiyaları düzgün vermək lazım olduğuna görə biz bunlar daha dəqiq olması üçün bir neçə dənə sətr olaraq da bölməsini həyata keçirə bilərik və bunu da sistem bizə icazə verir. Bu şəkildə verdiyim zaman da yenə də işləmədiyi günlərin cəmi ilə, yəni sayların cəmi ilə işlədiyi günlərin cəmi toplamda bizim faktiki iş günlərinin sayına bərabərlik təşkil edir və bu da təbii ki, ən son hesabatı verdiyimiz zaman bizim üçün hər hansı bir xəta, problem çıxarmayacaqdır. Bundan sonra gəlirik, hal-hazırda burada muzda cəlb olunmayan gəlirlər barəsində bizdə hər hansı bir əlavə informasiyamız yoxdur və ən sonda gəlirik əsas hissəyə. Əsas hissəyə gəldiyimiz zaman burada mütləq qaydadadır ki, yuxarıda göstərilən 901-ci sətr doldurulmalıdır. İşçilərin ümumi sayı. Yəni, buraya yazıram, işçilərimizin ümumi sayı 1 nəfər əməkdaşımız vardır. Hər rübün 3 ayın hər birində. Ona görə mən nə edirəm? Bu hissələr 1-1-1 olaraq qeyd edirəm. Bunları qeyd etdikdən sonra aşağıdakı məlumatlarımızı yoxlayırıq yoldaşlar. Yəni, burada bizə hesablanmış olan vergilərdir. Bölmə 2, bölmə 3, bölmə 4 və bölmə 5 üzrə. Burada sosial sığorta haqları,
icbari tibbi sığorta haqları, işsizlik sığorta haqları. İndi bizdə bir əməkdaşdır. İndi sizdə ola bilər 3, 4 və ya 5 əməkdaş olursa, buradakı dəyərləri siz öz əmək haqqınızdakı qeyd olunan cəmi dəyərlərlə qarşılaşdırırsınız ki, buradakı dəyərlər üst-üstə düşür, yoxsa yox. Əgər ki, üst-üstə düşmürsə, deməli olar ki, hər hansı bir hissədə rəqəmlərdə və ya məlumatların qeyd edilməsində xırda bir xətamız olmuş ola bilər. O nöqteyi nəzərdən də bura gəldiyimiz zaman mütləq qaydada bu hissələri yoxlanışın həyata keçirməliyik. Burada hər şey qaydasındadırsa, artıq biz nə etdik? Bir fərdi sahibkardır və bir əməkdaşı var idi və məlumatları bu şəkildə hesabata əlavə elədik və gəlirik ən sonda yoxladıq. Hər şey qaydasındadırsa, təsdiq et düyməsinin köməkliyi ilə məlumatları vergi orqanına təqdim edirik. Daha sonra indi gəlirik, hesab edirik ki, bizdə ancaq MMC-dir, yəni məhdud məsuliyyətli cəmiyyətdir, fərdi sahibkar deyil. O halda biz nə edirik dəyərli yoldaşlar? Biz aşağıda seçim həyata keçirmiş olduğumuz ticarət sahəsində sahibkarlıq hissəsini seçim etmirik. Sadəcə muzlu işləyənlər, işə götürən, sığorta edənləri seçirik bu hissədə. Yenə də aşağı hissələr olduğu kimi qalır. Burada gün sayları olduğu kimi qalır və vergi ödəyicisinin fəaliyyət sahəsi. Köhnə sistemdən fərqli olaraq indi burada mən nə əlavə edəcəm? Əlavə edəcəm orada azad olmaları, DSNF-dən azad olma, icbari tibbi sığortadan və işsizlikdən azad olma. Əvvəlki sistemdə necə idi dəyərli yoldaşlar? Biz burada əlavə azad olma sətri var idi və biz oradan azad olmaları tək-tək seçimlə həyata keçirdirdik. Artıq yeni sistemdə bu azad olmalar hər bir sistemdə əməkdaşın adı daxil olan məlumatlar hissəsində avtomatik olaraq vardır və əgər məlumat varsa, onun içərisində siz sadəcə rəqəmləri əlavə etməli olacaq. Yəni əlavə seçim etməyimizə ehtiyac yoxdur. İndi gəlin davam eləyək. Gəlirəm. İrəli deyirəm. İrəli dediyim zaman artıq növbəti səhifəyə keçid eləyirəm. Hesab eləyək bu əməkdaş burada yox idi. Bəli, bu əməkdaşı sildik. Bu halda da gördüyümüz kimi bizdə sadəcə yuxarı hissədən ibarət olacaq. Çünki fərdi sahibkar olduğu zaman fərdi sahibkar aşağı hissədə də fərdi sahibkarla bağlı məlumatlar hissəsi yer alırdı. İndi biz yenə də məlumatımızı tək-tək əməkdaşla bağlı məlumatı tək-tək bura əlavə edəcəyik. Yenə burada əlavə et düyməsinin üzərinə klikləyirəm. Əməkdaşın fin kodunu bura daxil edirəm. Fin kodunu daxil etdikdən sonra axtar düyməsini qeyd elədim. Yenə də faktiki iş günlərinin sayını əlavə edəcəm bura. Misal üçün, burada artıq qeyd edirəm, əməkdaşımız 10 gün işləyibdir. Digər gün sayımız olsun bizdə 21 gün, ən sonuncu da olsun bayaq qaydada 22 gün tam işləyibdir. Burada hesablanmış əmək haqqı nə qədər qeyd eləyək? Cəmi orada tutulmalar və digər ödəmələrlə bir yerdə burada olubdur yoldaşda 500 manat. Digərində olub 800 manat və digərində olubdur. Misal üçün, mərciyyət haqqı ilə bərabər bir şəkildə ödənibdir. Gəlib burada daha çox çıxış ola bilər. Misal üçün qeyd edirəm, çünki altı bazarlarda nəzərə alınmışdır. Bunu yazdıqdan sonra hesab edək ki, yoldaş birinci ayda xəstələnmişdir və birinci ay üzrə həmin yoldaşa misal üçün 100 manat xəstəlik vərəqəsinə görə əlavə hesablama həyata keçirilmişdir. 100 manat əlavə hesablama həyata keçirdiyinə görə bu bildiyimiz kimi həm DSNF-dən azad olmadır, işsizlikdən azad olma tətbiq olunur və icbari tibbi sığortadan da azad olma tətbiq olunmaqdadır. Bunu da biz nə edirik? Həmin əməkdaş üzrə, bu əməkdaşı seçdikdən sonra ən aşağı hissələrdə var dəyərli yoldaşlar. Baxın, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizlik sığorta və icbari tibbi sığorta üzrə alt bölmələr vardır. Bunlar digərlərindən fərqli olaraq bağlı şəkildə. Çünki ikinci bölmə birbaşa sizdə aktiv halda çıxır. Burada nə edirik? 4-cü bölməni açıram. 4-cü bölmədə MDSS haqqında cəlb olunmayan cəmi məbləğ, məsəl üçün qeyd etdiyim kimi 100 manatdır ki, xəstəlik vərəqəsinə görə hesablanan 100 manat bizdə cəlb olunmayacaqdır MDSS. Biz bu 100 manat məbləğini bura əlavə edirik. Eyni qaydada biz bunu təkrarlayırıq. İşsizlik sığortasından da azad olma düşür. Gəlirəm işsizlik sığortasında da həmin məbləği qeyd edirəm. 100 manat işsizlik sığortası və icbari tibbi sığorta hissəsində də gəlirəm. İcbari tibbi sığortanda da xəstəlik vərəqəsinin azad olma olduğuna görə həmin 100 manatı bura əlavə edirəm. Bu məlumatları əlavə etdikdən sonra eyni qaydada dəyərli yoldaşlar digər azad olmalarda bu formada bura qeyd olunmaqdadır. Misal üçün, yaşam sığortası da olmuş ola bilər. Orada MDS-dən azad olma verir. Onu biz sadəcə gələcək MDS hissəsindən əlavə edəcəyik və digər bunun kimi bənzər azad olmalarda. Hansı aya düşürsə, həmin ayda hesablanmış azad olma məbləği qədər biz məlumatları bura daxil edirik. Yadda saxla deyirəm. Yadda saxla dedikdən sonra, yəni bu azad olmalarla bərabər bu məlumatları bura əlavə etdim. Bu məlumatların bura əlavə edilməsi sadəcə bu ilə kifayətlənmir. Dəyərli yoldaşlar, eyni qaydada nə etməliyik? Burada 4 nömrəli əlavə vardır ki, işçilərimizdə işə cəlb olunmayan gəlirləri barəsində məlumat hissəsi formalaşıbdır. Həmin bu hissədə də
həm vergi, həm MDSS, həm işsizlik sığortası və icbari tibbi sığorta üzrə azad olma olan məlumatlar qeyd olunmaqdadır. İndi özəl sektorda hal-hazırda vergidən azad olma davam elədiyinə görə burada demək olar ki, daha az istifadə olunur. MDSS hissəsində isə biz gələcəyik hal-hazırda misal üçün 100 manat şəklində qeyd elədik. Həmin 100 manatı cəm olaraq burada daxil edəcəyik. İndi bizdə bir əməkdaşdır, sizdə isə əməkdaş sayı çox olursa, bunları artıq biz cəm formasına baxacağıq. Artıq buradakı daxil edəcəyimiz məlumatlar, azad olmalar maddələr əsasında olur. Yəni burada MDSS gəlirəm mən əlavə et dedim. Əlavə et dediyim zaman burada aslında yuxarı göstəricilər hissəsində azad olmanın məndən səbəbini soruşur. Hansı maddə üzrə sən azad olma vermək istəyirsən burada? Həmin maddəni mən burada gəlib seçməliyəm. Yəni, misal üçün, həyatın yığım sığortasıdır, məcbur dövlət sosial hesablaması vergi olan azad olmalar ola bilər, əmək qabiliyyətinin müvəqqəti itirməsi ola bilər və xəstəlik. Misal üçün, bizdə 5-2-12-dir. Gəldim, bu sətri seçdim. Həmin ayda neçə nəfər işçimiz bu azad olmadan istifadə edibdir? Artıq bunu say olaraq biz burada qeyd edəcəyik, dəyərli yoldaşlar. Misal üçün, bizdə bir nəfərdir, o da birinci aydadır. Biz sadəcə birinci ayda 1 yazacağıq. Cəlb olunmayan gəlirlərin manatla cəmi dəyərində eyni zamanda gəlib mən bura qeyd edəcəm. İndi mənim bir nəfərdir, mən 100 yazdım. Ola bilər həmin ayda sizdə misal üçün 4 nəfər əməkdaşınız olar və mən nə etmişəm? Hər bir 4 nəfər əməkdaşını tək-tək həmin məlumatları sistemə əlavə eləmişəm və hər birində azad olma məbləğini orada yazmışam. İndi bu hissəyə isə gələcəm, onların cəmi sayını yazacağam və burada da cəmi azad olma məbləğlərinin misal üçün gəlib olubdur 800 manat. Misal üçün qeyd edirəm. Mən gəlib bura 800 manatı əlavə edəcəm. İndi hal-hazırda faktiki olaraq bizdə bir nəfərdir. Mən bura 1 və 100 olaraq qeyd edirəm. Bu məlumatı yazdıqdan sonra yadda saxla deyirəm və artıq bu məlumat sistemə işlənmiş olur. MDSS-ni daxil elədim. Yenə eyni şəkildə mən işsizlik və icbari tibbi sığortanı daxil edəcəm. Və eyni zamanda buna nəzərinizə çatdırım ki, bu bir maddə üzrədir. Sizdə bir neçə maddə varsa, bu prosedur sizdə bir neçə dəfə təkrarlanacaqdır. Yəni, yoldaşlarda misal üçün yaşam sığortası, işlərin ixtisar edilməsi, müəssisənin ləğvi ilə bağlı digər hallar da yaşanırsa və bu ilə bağlı sizdə DSF-dən azad olma varsa, bunlar təbii ki, hər birini tək-tək əlavə et deməklə burada ona uyğun biz maddəni seçəcəyik və maddəni seçdikdən sonrası məlumatları daxil edəcəyik. Bu da dəyərli yoldaşlar, köhnə sistemdə biz nə edirdik? Bunu hər birinin əməkdaşın tək-tək adına uyğun olaraq daxil edirdik. Artıq yeni sistemdə biz bunu cəm formasında yanaşırıq. Yəni, bir müəssisədə həmin maddə üzrə cəmi neçə nəfər olubdur və bunun cəmi rəqəmləri nə qədərdirsə, cəm formasında burada qeyd edilir. Tək-tək isə yoldaşlar, hər bir əməkdaşın öz daxili hesabatının içərisində yazırıq və sistem o şəkildə qarşılaşdırma aparır. İşsizlik sığortasında da gəlirəm eyni qaydada. Burada da əlavə et deyirəm. Yenə də buradan məndə hansı maddə üzrə azad olma veribsəm, gəlib onu seçirəm. Misal üçün, burada bizdə əməyin ödəniş fonuna daxil olmayan gəlir hesab olunur və gəlin burada bizdə bir nəfər idi xəstəlik vərəqəsi ilə bağlı olaraq və orada cəlb olunmayan gəlirlər isə 100 manatdır. Həmin 100 manatını qeyd elədim və yadda saxla olaraq yazdım. Yadda saxla qeyd etdikdən sonra artıq burada işsizlik sığortası məlumatları da MDSS-də olduğu kimi həmin bu görmüş olduğumuz səhifədə öz əksini tapacaqdır. Yenə də bir neçə maddə üzrədirsə, həmin bir neçə maddə üzrə də biz nə edəcəyik? Dəyərli yoldaşlar, bu məlumatları tək-tək sətr olaraq əlavə edəcəyik. İcbari tibbi sığortada bizdən eynilik təşkil edir. Yəni də icbari tibbi sığortada yenə gələcək burada əlavə edib tək-tək maddələri yükləyə bilərik və burada Excel nümunəsi var yoldaşlar. Əgər ki sizdə maddələrin sayı çoxdursa, Excel nümunələrin köməkliyi ilə məlumatları əlavə edib sistemə, yəni Excel-ə əlavə edib dataları, daha sonra sənədi yükləmə hissəsindən həmin Excel-i bu sistemə inteqrasiya edə bilərsiniz. Burada da əlavə et deyirəm. Bunun içərisində baxıram. Tibbi sığorta qanun maddəsi bunlardan mənə hansı uyğun gəlirsə, həmin maddəni seçirəm. Tərkibində misal üçün daxil olmayan gəlirlərdir. Bunu da misal üçün deyirəm. Bunu seçdim bu maddəni. Yenə də bizdə bir nəfər idi və ya indi misal üçün sizdə orada 5 nəfərsə, mən 5 nəfər seçirəm. İndi ola bilər birinci ayda deyil, sizdə 3-cü aydadır və ya 2-ci aydadır. Həmin aya uyğun olaraq 5 nəfər yazırıq və onların cəmi cəlb olunmayan gəlirlərini burada qeyd edirik. Misal üçün 5 nəfərdə bu olubdur 750 manatdır. Bu məlumatları yazdıqdan sonra yadda saxla düyməsini qeyd eləməklə biz əməliyyatları bura daxil etmiş oluruq. Bu da bizim dəyərli yoldaşlar işçilərin haqqındakı cəlb olunmayan məlumatların cəm formasında daxil edilmiş əlavə 4 hissəsidir. Əlavə 1 hissəsində biz əlavə olaraq burada kompensasiya məbləğimiz vardır ki, bunda biz hissə 2 hissəsində dataları bura əlavə edirik. Hissə 2 hissəsində kompensasiya məbləğimiz dəyərli yoldaşlar bildiyiniz kimi nə zaman ödənilir? Əgər ki işçi
işdən azad olunursa və onun yığılıb istifadə eləmədiyi əmək məzuniyyətləri varsa, o halda biz hissə 2 hissəsindən bu məlumatlar əvvəlki sistemdə də bu ilk başda gəlirdi. Məlumatı ümumi hissəni doldurandan sonra burada isə hissə 2 hissəsində qeyd olunur. Hissə 2-də isə əmək məzuniyyətinə görə istifadə edilməmiş kompensasiya məbləğlərini biz burada həm tək-tək də əlavə edə bilərik və Excel-in köməyi ilə də ümumi formada da əlavə edə bilərik. Bunun da ayrıca əlavə edilməsinin əsas səbəblərindən biridir, dəyərli yoldaşlar. Bildiyiniz kimi, burada DSF tutulmaları əmək haqqı ilə kompensasiyada ayrı-ayrı yanaşılır. Yəni, məzuniyyətdə olduğu kimi əmək haqqının üzərində cəmlənib, bir yerdə DSF hesablanmır. Əmək haqqıdan ayrı, kompensasiya dəyərindən ayrı DSF hesablanması həyata keçirilməkdədir. Burada da fin kodumuz məlumatımızı daxil edirik. Kompensasiyanı hansı dövrə görə ödəyirsiniz, onu seçirsiniz. Misal üçün, mən ödəyirəm 2023-cü ilə. Hansı ayda ödəyirəm? Ödəyirəm rübün 2-ci ayında. Nə qədər kompensasiya hesablanıbdır? Misal üçün 350 manatdır. Yəni istifadə eləmədiyi məzuniyyət haqqına görə hesablanıb ödəniləcəkdir. Və ya ola bilər ki, yoldaş deyir ki, mən işə davam edirəm, məzuniyyətə getmək istəmirəm. Zəhmət olmasa mənə kompensasiya şəklində ödəyin mənim məzuniyyət haqqımı. Onda da biz yenə də bu şəkildə məlumatları sistemə əlavə edirik. Hissə 3, az əvvəl görmüş olduğumuz kimi işçinin işləmədiyi günlərlə bağlı məlumatlardır. Burada da bayaq dediyimin təsdiqini görmüş olursunuz. Biz nə qədər məlumat, ümumi məlumat hissəsində məlumatları dəyişmiş olsaq da, bayaq yazdığımız datalar silinmədən burada qalıbdır. Əvvəlki sistemdə, yəni köhnə sistemdə bildiyiniz kimi ümumi məlumat hissəsində hər hansı bir dəyişiklik icra edəndə ondan sonra yazdığımız bütün məlumatlar silinmiş olurdu. Biz də nə edirik, dəyərli yoldaşlar? Bayaqları əməkdaşı əlavə etdiyimiz zaman rübün 1-ci ayında onu 10 gün işləmiş göstərdik, amma faktiki olaraq bizdə həmin ay üzrə 20 gün iş günümüz mövcud idi. O nöqteyə nəzərdən biz gəlməliyik. Burada yəni ayların sayı, işlədiyi və işləmədiyi günlərin cəmi faktiki günlərə bərabər olması səbəbindən bunu burada qeyd edərək düzəltməliyik. Misal üçün, gəlirik burada, ola bilər yoldaşımız xəstələnibdir, işçi xəstələnmə səbəbini seçirik və burada 10 günü qeyd edirik. 10 günü qeyd etdikdən sonra yadda saxla deyirik. Artıq buradakı məlumatlar üst-üstə düşür, yəni işlədiyi, işləmədiyi günlər bir-birinə bağlayır və sistem artıq bunu qəbul edəcəkdir. Bu məlumatı yazdıqdan sonra, indi mən tək bir nəfər üzərindən göstərdim, siz də bir neçə nəfərdirsə, bunların hamısını biz tək-tək əlavə edəcəyik. Təbii ki, 5-6 nəfər olduğu zaman tək-tək əlavə etmək daha məqsəd uyğun hesab olunur. Yox, əməkdaş sayı 15-20 daha yuxarıdırsa və bunların işləməyi günlərin sayı daha çoxdursa və hətta bəzən olur ki, misal üçün deyirəm, 50 nəfərlik şirkətdə 70, bəzən 80 sətirlə işləmədiyi günlər çıxır. Bunun səbəbi nədir? Bir əməkdaş rüb ərzində bir neçə səbəbdən işə gəlməyə bilər. Yəni, xəstələnmə ola bilər, məzuniyyət ola bilər, ödənişsiz məzuniyyət, təhsil məzuniyyəti və digər səbəblər və ya işin işə ayın ortasından başlanması və ya işin xitam verilməsi, təbii ki, bu da onların sayının keçməsi, yəni 50 işdə 70 səbəb olmuş ola bilər. Belə olduğu halda da yenə də Excel nümunəsinin köməyi ilə istifadə edərək biz məlumatları daxil edə bilərik. Hansı bir Excel-də yükləmək istəyiriksə, həmin bu bölmənin üzərinə kliklədiyimiz zaman avtomatik olaraq bunun yüklənməsi verilir bizə və biz bunu açıb həmin dataları, məlumatları bura rahat bir şəkildə əlavə edə bilirik. Və əlavə etdiyimiz dataları da yaddaşa saxladıqdan sonra avtomatik olaraq burada sənəd yüklə bölməsindən sistemə yükləməsini həyata keçirə bilirik. Bütün məlumatları daxil etdikdən sonra, dəyərli yoldaşlar, gəlirik əsas hissəyə. Yəni, biz nə edirik? Az dolmaları doldurduq və ən sonunda gəldik əsas hissəyə. Əsas hissəyə gəldiyimiz zaman mütləq qaydada ki, doldurmalı olduğumuz sətirlərdən biri də burada işçilərin ümumi sayıdır. İşlərin ümumi sayı, belə deyim, əvvəlki qaydada olduğu kimi bizdən yenə də tələb olunur və aşağı-yuxarı bazı şirkətlərdə faktiki işə cəlb olunan işlərin sayına bərabər olmaqdadır. Hansı halda bu fərqliliyi təşkil edirdi? Dəyərli yoldaşlar, əsasən, yəni işlərin ümumi sayında, məsəl üçün, sizdə 200-250 nəfər əməkdaş var. Burada sosial məzuniyyətə gedən xanım əməkdaşlarımız olmuş ola bilir. Bu halda sizdə iyi, misal üçün, 250 nəfər əməkdaş göstərir, amma faktiki olaraq bunlardan, misal üçün, 5 nəfər sosial məzuniyyətlədirsə, 245 nəfərin adı siyasi faktiki hissədə də görülmüş ola bilir. Amma hamısı ümumi işlərin sayı, hamısı da işləyirsə, o halda aşağıda olan rəqəmləri, hansı faktiki işə cəlb olunan işlərin sayını biz nə edirik? Yuxarıda işlərin ümumi sayı hissəsinə də əlavə edirik. Və bu əlavə etdikdən sonra isə aşağıdakı yenə də məlumatları biz ümumi olaraq yoxlayırıq. İndi məndə bir nəfər əməkdaşdır deyə mən rahat yoxlaya bilirəm. Amma sizdə misal üçün 20, 30, 50, 60 nəfər əməkdaş olduğu zaman siz mütləq qaydada buradakı cəmi rəqəmləri öz əmək haqqınızdakı olan cəmi rəqəmlərlə mütləq qaydada qarşılaşdırma etməlisiniz ki, burada qeyd olunan dəyərlər az olmalar nəticəsində formalaşan DSMF, icbari tibbi sığorta, işsizlik sığortası ilə bağlı öhdəliklərimiz
bir-birinə bərabərliyi təşkil. Yəni sizin əmək haqqı cədvəli ilə üst-üstə düşürmü? Əgər üst-üstə düşürsə, deməli biz bütün məlumatları doğru bir şəkildə burada əks etdirmiş oluruq. Və bunları yoxlamanı həyata keçirdikdən sonra gəlirik burada təsdiq et düyməsi var. Təsdiq et düyməsinin üzərinə klikləməklə vergi orqanına təqdim edə bilirik. Və ya da müəyyən məlumatlar hələ də tam sizdə sual yaranıb ki, burada işlər ola bilsin ki, onun məzuniyyəti var, amma siz tam əmin deyilsinizsə, qaralamada saxla deməklə siz qaralama yaddaşa yaza bilərsiniz və daha sonra məlumatı tam dəqiqləşdirdikdən sonra həmin hissəyə düzəliş etməklə biz məlumatları vergi orqanına təqdim edə bilərik. Təsdiq etdikdən sonra da dəyərli yoldaşlar, əvvəlki sistemdən fərqli olaraq bizdən yenə də əlavə PIN-2, asan imza üzrə PIN-2-nin daxil edilməsini tələb etmir və sistem birbaşa olaraq məlumatları işləmə proseduruna alır və qısa zaman içərisində məlumatlar sistemdən öz əksini tapır. Bu ilə bağlı ümumi qeyd edəcəyim məlumatlar bu qədərdir, dəyərli yoldaşlar. Sizin bu mövzuyla bağlı suallarınız varsa, bir 10 dəqiqə, 5-10 dəqiqə ərzində də suallarımızı ala biləcəyik. Sual vermək istəyən əməkdaşımız olsa, əlini qaldıra bilər, əl qaldırma işarəsi ilə və onun səsi aktiv olunacaq və sualını ünvanlaya bilər. Buyurun Zöhrab bəy. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Bu Excel vasitəsilə məlumatların yükləməsində mən problem yaşayıram. Yəni doldurduğum Excel-i yükləyə bilmirəm. Onunla bağlı nə düz eləmirəm, onu bir dənə izah edə bilərsiniz. Düz eləmirsə, orada sizdə xəta nə verir? Xəta hər hansı bir yanlışdır. Yüklənmir. Elə bil ki, məlumatları doldurandan sonra yükləmə edirəm, yüklənmir. Yəni sistemdən yüklənmir həmin o Excel-dəki məlumatlar. Son zamanlarda açıq sistemdə müəyyən yeniliklər olduğuna görə, misal üçün, bu Excel əvvəlki qaydada eynilik təşkil edir. Burada SSN nömrəsi yox idi və texniki xətalar var idi, yaşanırdı. Artıq son bir neçə gün ərzində onların üzərində işlər gedir və düzəlişlər olunur. O tamamilə belə deyim də texniki xətadan qaynaqlanır. Yəni bizdə də eyni qaydada davam edir sistem üzərindən. Amma belə deyim də önümüzdəki həftədə yenidən təkrar yoxlasaz, mən əminəm ki, o düzələcək, o problem artıq aradan qalxmış olacaqdır. Çünki hətta belə bir problemlər də yaşanırdı. Bu Tamam, ilk belə izah edeyim də, bilirsiniz də və köhnə sistemdən bu dövrdən etibarən, bu ildən etibarən yeni sistemə keçid edilibdi. Hesabatlar sistemə bəzən 2 dəfə düşmüşdü bəzi vergi ödəyicilərində. Yəni misal üçün deyirəm, siz yaratmısınız 100 manat öhdəlik, DSMF digər öhdəliklər üzrə o gəlib 200 manat şəklində 2 dəfə hesablama gedirdi. Amma yenə deyirəm, bunlar hamısı texniki xətadandır. Yeni sistem olduğuna görə hal-hazırda o texniki problemlər yaşana bilir. tamam. Bir də sualım var idi. Bu xəstəliklə bağlı Buyurun. iştah olmama səbəbi Bəli. olarkən də onunla bağlı hər hansı bir sənəd falan yükləmə ehtiyac olurmu? Yəni Yox. tutalım az, Hal-hazırda ehtiyac aha, tələb eləmir Zöhrab bəy. həkim Əvvəlki sənədi yəni. qaydadadır. Bəli. Sadəcə indi yeri Ehtiyac. dəyişibdir burada. Hal-hazırda əvvəlki qaydadadır. Sadəcə biz işləmədiyi günlər sayəsində orada göstərir ki, xəstələnmə səbəbindəndir. Sadəcə azad olmalarda biraz dəyişiklik olubdur. Əvvəl azad olmaları tək-tək ad olaraq daxil edirdiniz. İndiki halda isə əməkdaşın öz adında, yəni iş günlərinin məlumatları və hesablamış əmək haqqının tərkibində olan səhifədə daxil edirik. Yəni Tamam paralel. oldu. Çox sağ olun. Buyurun, siz sağ olun. Başqa sual olan varsa, səsini aktiv edə bilərik. Evet. Buyurun Elnar Sağ, bəy. salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir Ee, olsun. Bir sual vermək istəyirdim. Deməli, əgər müəssisədə işçilərin iş rejimi həm 5 günlük və həm də 6 günlükdürsə, bu zaman Bəli. burada ona necə qeyd edəcəyik? Burada hələ ki ona yenə də düzəliş gəlməyibdir. Mən başa düşdüm. Bu əvvəlki köhnə sistemdə də eyni qaydada davam edirdi. Burada artıq siz nə edəcəksiniz? Uyğunlaşdırmağa gedəcəksiniz Elnar bəy. Əgər ki 5 günlükdə çalışan işçi sayı çoxdursa, hamını 5 günlük kimi nəzərə alıb burada iş günlərini ona görə yazacaqsınız. 5 günü yazacaqsınız. Yox, əgər 6 günlük daha çox əməkdaşınız varsa,
6 günlük yazacaqsınız və işləmədiyi günləri də ona uyğun düzəldəcəksiniz. Misal üçün deyirəm, bu 5 günlükdür, 20, 21, 22. 6 günlüklərdə bunun üzərinə 4 gələk, misal üçün deyirəm, bu həftə sonları nəzərə almaqla olubdur 24, 25 və 26 gün. Belə olduğu halda mən nə edirəm? 6 günlük istəyirəm 5-ə uyğunlaşdırım, çünki 6 günlük sayı azdır. Hansı əməkdaşım 6 gündə gəlib tam işləyibsə, onlarda iş günlərinin sayı 5 günlərə uyğun olaraq qeyd edəcəm. Əksi işlədiyi gün sayı varsa 1-2 gün, onu da işləmədiyi günlərdə, misal üçün 5 günlükdə yoldaşı mən 20, 18, 2 göstərirdim. 6 günlükdə də eyni qaydada 18, 2 göstərəcəm. Baxmayaraq ki, onda 22, 2 olmuş olur da, çünki orada 24 günə hesablanmış olur. Yəni burada artıq biz uyğunlaşdırmağa gedirik. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun, siz sağ olun. Başqa digər yoldaşlardan da sual ala bilərik. Sual olan varsa səsini aktiv edə bilərik. Bir də dəyərli yoldaşlar, sizə icazə verəndə səsinizi aktiv edin, çünki burada qarşılıq olması üçün deyə bütün səslər bağlanılıbdır. Əgər şəxsi qaldıran şəxs ilk öndə kimdirsə, ona icazə verilir. Səsini aktiv elədikdən sonra sualı davam edə bilər. Hal-hazırda əməkdaş səs aktiv eləmək üçün icazə verilir. Əgər qaldıran yoldaşlar bir zəhmət olmasa diqqət edin. Əgər sizə verilibsə icazə, səsinizi aktiv eləyib sualcı ünvanlaya bilərsiniz. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Kamil bəy. Müəllim, deməli sual nədən ibarət idi? Qabaq o köhnə sistemdə bilirsən ya ezamda olurduq, ya vaxt məhdudiyyəti olurdu, satanmırdıq. Biz orada cari hesabı seçib səhv eləmirəmsə ərizə verirdik. Nəsə belə bir boş hesabat verirdik. Sonra elə Bəli. ki, üstündən 2 gün, 3 gün keçəndən sonra yenə dəqiqləşmə verirdik. Bu sistemdə də həmən icra eləmək mümkündür da elə. Bəli, bəli, bəli. Baxın, burada O bəyan siz bayaq ediləcək qeyd məlumat. elədiniz, boş hesabat vermək o cür nə? Bəli, baxın, bəyan ediləcək məlumatım var. İlk səhifədə yuxarı sol tərəfdə. Ha, Bəyan ediləcək bəli. məlumatımı ilk səhifə bax, ümumda ən yuxarıda ümumi məlumat sözünün düz aşağısında bəyan ediləcək məlumatım yoxdur var. Bunun üzərinə mən klikləyəndə bir dənə sol tərəfdəki menyulara diqqət edin, menyular yoxa çıxdı. Bu artıq mənim boş bəyannamə verdiyimi qəbul edir sistem. Bəyan ediləcək məlumatım yoxdur deməklə təsdiq etdiyib göndərə bilərəm. Sadəcə əvvəlki sistemdən fərqli olaraq Kamil bəy, yeni sistemdə bilirsiniz də, əvvəl 2-3 günə uyğunsuzluq məktubu gələndə yeni sistemdə eyni gün içərisində gəlir. Nəzərinizdə olsun o. Aydındır, aydındır. Çox sağ olun. Buyurun, siz sağ olun. Son bir əməkdaşımızın da sualını alaq, yavaşdan yekunlaşdıraq. Şams xeyir. Hər vaxtınız xeyir olsun, Solmaz xanım. Mən bizdə dövlət müəssisəsidir. Mən bu neçə gündür bu vahid bəyannaməni köçürmək istəyirəm. Məndə bu burada belə bir şey var ya, əlavə 4. O hissəni yükləyə bilmirəm. Gəlir vergisi ilə güzəşt və azad olunmalar barədə məlumat. O hissə yüklənmir. Bilmirəm problem nədədir. Mən vergi departamentinə də getdim. Oradan mənə də bir aydınlıq gətirə bilmədilər. Bu nə ilə əlaqəli ola bilər sizcə? Solmaz xanım, bayaqlarda yoldaşlarını qeyd elədim. TNT problemində çətinliklər yaşanır. Çünki bu açıq biçimdə birinci dəfədir verilir bu ildən etibarən. Artıq bu həftə ərzində müəyyən çətinlikləri görürlər vergi orqanı əməkdaşları və onun üzərində müvafiq düzəlişlərə gedirlər. Qeyd edirəm ki, müəyyən yoldaşlarda olduğu kimi o Excel-lərin digər formalarda yüklənə bilmirdi sistem üzərində. Yəni olur ki, sistemdə nə isə düzgün tanıtmayıblar, sistemdə xəta olmuş ola bilər. Onlar da düşünürəm ki, önümüzdəki həftə ərzində aradan qalxmış olacaq. Yəni ona görə sizə tam dəqiq cavab verə bilməyiblər. Və bir də burada nəzərə alın ki, vergidə azad olmalar qeyd edildiyi hissəni əməkdaşların öz adlarının içərisində də mütləq qaydada daxil eləməlisiniz. Orada daxil eləmişdim mən. Bir də orada bir dənə də qrafa açılıb yenə də vergi güzəştini yazdım. Maddə. Bir də ki vergi məbləği. O vergi məbləğini əllə deyəsən indi ora qeyd eləmək lazımdır da. Əllə hamısını cəm formasında olduğuna görə, sırf bu hissədə cəm olduğuna görə, misal üçün deyirəm, sizdə 5 nəfər düşürsə ora, mən 5 nəfər yazıram. Excel-lə yükləyirəm. Excel-lə mən yükləyirəm. Bizdə 809 nəfər işçi var. Mən Excel-də işləyirəm belə sənədi yükləklə eləyirəm. Yox, başa düşdüm mən nə demək istədiyinizi. Yəni oradakı məlumatlar əllə ona görədir ki, cəm formasında siz yazırsınız. Tək-tək ora qeyd olunmur da. Misal üçün siz bilirsiniz ki, bu hansı maddə 102.2-dir, 2-cidir, 4-cüdür, 5-ci maddədir və ona uyğun olaraq qeyd edirsiniz. Hansı dediyimizdir bu Excel-də indi biraz sistem məndə yavaşlayır. Yüklənmədə biraz çətin gedir. Həmin Excel içərisində orada məlumatları yazırsınız və dediyim kimi, sadəcə sistemdəki texniki çətinlikdən dolayıdır ki, ilk dəfə olduğuna görə sistem orada müəyyən düzəlişlər, xətalar yeni-yeni görürlər.
Çünki Aha. hər dəfə sistemi istifadə verdikdən sonra tam xətaları ortaya çıxmış olur. Bu əlavə birdə var, müəllim. Əlavə birdə qrafanı deyimsə, buranı mən soruşurdum ki, elə bil azad oluna və güzəşt verilən cəmi gəlir məbləği. Ora 200 manat, 400 manatlar otururam. Ondan sonra gəlir vergi məbləği. Orada aylıq vergiləri hər adam başına ayrı-ayrılıqda cəmləyib belə yazıram da. Bizdə məsəl üçün bir adam 3 cür əmək haqqı alır. Hərəsinin vergisi də ayrı-ayrı toplanılır. Hər Bəli, vergini bəli. mən deyib ora əllə yazmalıyam. Bəli, Biraz bəli, bəli. çətin olub da, biraz Bəli, əvvəl başa rahat idi, düşürəm. öz avtomatik çıxarırdı vergiləri. İndi bu 809 nəfərin pulunu hamısını cəmləyib orada yazmaq Biraz biraz zaman alır və belə deyim, bəli. düzdür. İndi sistemə onu öyrəşmişik artıq. Çünki mən də yeni sistemə keçdiyimiz zaman mənim gözüm köhnə sistemi öyrəşəndə o yerini əzbərləmişdi. İndi yeni sistemdə axtarırdıq. Bu da eyni qaydadadır. Düşünürəm ki, irəliləyən zamanlarda daha bəsitləşmiş olacaq, sizin üçün daha rahat olmuş olacaq. Təşəkkür edirəm mən. Təşəkkür. Buyurun, siz sağ olun. Dəyərli yoldaşlar, hər birinizə qatıldığınıza görə çox təşəkkürümü bildirirəm. Bu mövzularla bağlı olaraq bizə yeni hesabatlar təqdim olunur. Sadəcə zaman azlığına görə digər suallar qalacaq yarımçıq üzrlə hesab eləyin. Ümid edirəm bizi anlayırsınız. Bu ilə bağlı bizə hesabatlar bəyannamə kursumuza davam edir. Daha ətraflı olaraq da orada məlumat əldə etmək istəsəniz kurslarımıza qatıla bilərsiniz. Bir daha iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Xoş həftə sonları arzulayıram.